qurbanın haqqında bir çox məsələlər qeyd olunubdur. Zahiri budur ki, insan Allah yolunda Allahın əmrinə itaət eləyir. Ləbbeyk ilahi, sən buyurmuşsan, mən kəsirəm. Amma başqa tərəflərdə baxsaq, İbrahim əleyhissalamın sünnəti əməlidir. Bunun əgər bugünkü gündə diqqətlə baxsaq ki, Peyğəmbər əleyhissalam bu əməli eləyibdir. Həzrətin sünnəti əməlidir. Yəni Həzrətin sünnəti bu mənada ki, yəni vacib buyurulubdur həcdə, Həzrət onu icra eləyib. Və o cümlədən əgər bunun başqa mənalarına diqqət eləsək, Allah yolunda canından keçmək, Allah yolunda fədakarlıq eləmək, Allahın əmrinə itaət, ləbbeyk deyib İbrahim əleyhissalam oğlun Allah yolunda qurban verməyə gətirir. Bunlar hamısı nədəndir? Allahın çağırışına tərəf getməkdir. Və İbrahim əleyhissalam Allah əmrindən çıxmamaqla öz əziz balasının boynuna bıçağı qoyur. Yəni Allah deyibdir, heç çəkinmədən. Bunun mənası budur ki, Allah sən desən, mənim yolumda canından keçirəm. İlahi sən deyirsən ki, balovu da sənə deyirəm, kəsirəm. Yəni bütün insan varlığın, vücudun, ruhun, mənəviyyətin, hər bir şeyin Allaha ləbbeyk deyərək ona tərəf gedir və onu Allah yolunda qurban eləyir. Və o cümlədən Bəqərə surəsində baxsaq, 196-cı ayədə Allah Teala buyurur ki, bu qurbanlıq öz yerinə çatıncaya qədər başınızı qırxmayın. Bu bir ayənin daxilində olan buyruqdur. Yəni görürsən ki, qurban kəsən hacılar qurbanı kəsməmiş başını qırxa bilməzlər. Həcdə əvvəl gedirlər, qurbanı kəsirlər, ondan sonra gələrlər, başlarını qırxarlar. Baş qırxmaq da Qur'anın ayəsi. Və başqa bir ayədə ki, həmin ayənin daxilindədir, 196-cı ayədə buyurulur ki, ümrəni bitirib həccə başlayan şəxs ona müyəssər olan bir qurbanlıq kəsməlidir. Açıq aydın ayələrdir ki, Allah Teala qurban kəsməyi Qur'anda buyurmuşdur. Bütün bunlara biz diqqətlə əgər baxsaq, görərik ki, həcc əməli insanın bütün varlığı ilə ilahiyə itaətdir. İstər cismani olsun, istər maddi, istər mənəvi. Bu bir bağlılıqdır ilahi ilə. Və bugün də həccə getmək ta qiyamətə qədər hər bir müsəlmanın imkanı və gücü çatırsa, onun üçün vacibdir. Hətta getməsə imkanı olduğu halda müsəlman kimi dünyadan köçməyib. Bunu da Qur'an ayəsi buyurur.